Açığı deyim ki, değerli izləyicilər, ekranda gördüyünüz bu xanımı mən tanımıram. Deyirlər müğənnidir, ola bilər. Amma məsələnin mahiyyəti bundan ibarətdir ki, mənə dostlar göndərdilər bu videonu ki, bəs paylaşım edib ki, bəs İslamda pişik müqəddəsdir. Az öncə məkanımıza bir hicablı xanım daxil, başı bağlı daha doğrusu belə dedi. Başı bağlı bir xanım daxil oldu bəylə və pişiyi görüb getdilər, oturmaq istəmədilər. Birincisi, ay xanım, hər başı bağlı o demək deyil ki, dindardır. Ola bilsin ki, bəlkə kimya terapiya keçirib, saçları tökülüb. Azərbaycanda kifayət qədər xərçəng xəstələri var, saçları tökülüb və başını bağlayıb. Bu da ola bilər, bu bir məsələ. İkincisi, bəlkə həmin xanımın pişik tükünə qarşı, pişiyin özünə qarşı allergik bir reaksiyası var. Bu da ola bilər. Üçüncüsü, niyə siz hər şeyi, hər işi xırdalıqları ilə dindarların üzərinə gətirməyə çalışırsınız? Bu qədər bu dindarlara siz, bu qədər bu dinə, hicaba, İslama nifrət edirsiniz. Kininiz püskürür bayra artıq. Allah and olsun ki, bəlkə də bu hərəkəti başı açıq bir xanım bəylə gəlib etsəydi, sizin heç vecüzə də olmayacaqdı, heç bu vizyonu paylaşmayacaqdınız. Ay, iki adamlarsız bəstirin. Nə istəyirsiniz bu dini yaşayan insanlardan? Nə vermişsiniz, nə ala bilmirsiniz, niyə tolerant ola bilmirsiniz, niyə bu qədər dözümsüzsünüz? Bəs axı biz tolerant idik. Nə oldu? Müsəlmanlara çatanda tolerantlıq bitdi. Ayıbdır, özünüzə gəlin biraz. Deməli, az öncə məkanımıza iki müştəri girdi. Bir bəy, bir xanım. Xanım başı bağlı bir xanım idi, dindar xanım idi. Gəldilər və bu pişiyi gördülər məkanda. Üzlərini çevirib getdilər. Dedilər ki, yox, burada pişik var, biz burada otura bilmərik və getdilər. Nə oldu? Dində pişik müqəddəs heyvan sayılmırdı. No comment.